Sure Ali İmran ayet 6 ve 7. Euzubillah mineşşeytanirracim. Pənah aparıq Allah'a dərgahdan qovulan şeytanın şərrilərindən. Huvəllazi, o belə Allahi ki yusəvvirukum, təsvirə çəkər sizi fil ərhami, analarınızın rəhmində keyfə yaşa, o nə cür sövsə, la ilahə yoxdur Allah illa huvə, məgər o əzizul həkim, qalib və hikmətlər sahibi. Huvəllazi, o belə Allahi ki ənzələ nazil elib, əleykəl kitab, sənin üçün kitabı, minhu onda ayatun, nişanələri möhkəmatun, möhkəm üstüvar, hünnə olar ümmül kitab, kitapların anası ve uxərə müteşabihatun ve sonrakiler de ona müteşabih, onun tayı. Fəəmməlləzinə, pəs əmma o kəslikləri ki, fi qulubihim, onların qəlblərində zəyqon sürüşmək var, fəyəttəbiunə, pəs tabi olarlar, ma təşabəhə, o ki müşabihdir, minhu ondan, ibtiqaə axtararlar, fitnə azmayışı, ya fitnə salmağı, və ibtiqaə və axtararlar təviləhu, onun sözün dəyişməkliği, və ma yələmu və bilməzlə təviləhu, onun təvilin, onun dəyişməkliğin, illəllah, məcər Allah, və rasikhunə fil ilm, və möhkəm olan ilmidə, yəqulunə deyərlər, amənna, biz iman gətdik bihi ona, kollun hamısı, min indi Rəbbina, bizim pərvədgarımızın yanındandır. Və ma yezzəkəru və nəsiyyət tabbaz, illa məcər ulul əlbab, əql sahibləri, sədəqəllahul əliyyul əzim.